Mən bu tortun yumşaqlığını hansı sözlərlə ifadə edeyim bilmədim. Ümid edirəm ki, görüntüsündən onu sizə ötürə bildim. Pambıq kimi yumşaq qıvırcıq tortu hazırlayırıq. Çox asan və tez bir zamanda hazırlanır. 2 ədəd qoş hazırladım, biri kakaolu, biri də adi. 5 ədəd yumurtanın üzərinə 1 stəkan şəkər tozu, vanil və qaynar su əlavə edib qarışdırın. 160 qram un və 1 paket qabartmanı da əlavə edin, başlayın qarışdırmağa. Öncədən istilmiş 180 dərəcəli sobada bişəcək çəmbərin ölçüsü 24 sm-dir. Bundan öncəki videoda biskvitlərin necə gözəl qabardığının sirlərini sizlərlə bölüşmüşəm. Klasik bir krem hazırladım. 350 qram yağın üzərinə 1 banka qatlaşdırılmış süd əlavə elədim. Kremi soyuducuda biraz gözlədirəm. Qojlarımız soyandan sonra qəlblərindən çıxarıram və tam ortadan 2 hissəyə bölürəm. Videodan da sizə göstərmək istəyirəm ki, eyni reseptlə 1 qaşıq da kakao əlavə eləyib kakaolu da korj bişirirəm. Biskvitləri tam ortadan bölürəm. Tam mərkəzindən belə ovuntular çıxardıram. Bu tortumuzun ən əsasıdır. Qıvırcıq tortu adı ilə buradan gəlir. Aralarına krem, pletka şokolad və karamel əlavə elədim. Həmin ovuntuları isə bu xətlərlə bu formada bəzədim. Çox asandır, mütləq hazırlayın. Yumuşaqdır, çayın yanına yaraşan ən ləzzətli, ən gözəl tortlardan biridir. Əvvəllər bu tortu nənələrimiz, analarımız tez-tez hazırlayırdı. Bu tort sizə uşaqlığınızı xatırladacaq. Bu qədər, özünüzə yaxşı baxın, sevgi ilə qalın. Hələlik.